Hamınızı salamlayıram. Bugün sosial media reklamçılığında demək olar ki, hər şey dəyişən bir inqilabdan danışacağıq. Baxın, bu yeni dövrün hara getdiyini anlamaq üçün gəlin bir addım geri gedək. Nə baş verdi ki, köhnə reklam üsulları, xüsusilə də o məşhur iOS 14 yeniləməsindən sonra birdən-birə səmərəliliyini itirməyə başladı? Reklamçılar, marketoloqlar, yəni sizlər çox ciddi bir problemlə qarşı-qarşıya qaldınız. Bir tərəfdən, məlumat məhfili ilə bağlı dəyişikliklər izləmə imkanlarını kəskin şəkildə azaltdı. Digər tərəfdən də əllə auditoriya seçmək getdikcə daha çox bir qumara bənzəməyə başladı. Performans isə tamamilə qeyri-sabitidir. Və Meta bu problemə sadəcə kiçik bir yamaqla cavab vermədi, yox. Onlar demək olar ki, hər şeyi sıfırdan qurdular. Bütün reklam platformasını idarə edəcək tamamilə yeni super güclü bir süni intellekt beyni yaratdılar. Bu yeni sistemin ürəyində Andromeda dayanır. Gəlin onu belə təsəvvür edək. O, sizin şəxsi reklam konsiyerjinizdir. Sizin hazırladığınız kreativi, şəkli, videonu, mətni o qədər dərindən analiz edir ki, onun üçün ən mükəmməl auditoriyanı tapıb çıxarır. Mürəkkəbliyi isə təsəvvür edin 10.000 dəfə artırıb. Andromedaya dəstək olan isə Cem adlı başqa bir gücdür. Əgər Andromedaya konsiyerjdirsə, Cem'i də bu sistemin super beyni kimi düşünə bilərsiniz. O qədər çox məlumatı emal edir ki, bizim ağlımıza belə gəlməyəcək əlaqələri tapır və reklamların daha fərdi, daha relevant olmasını təmin edir. Və son olaraq Meta Lattice var. Bu isə sanki nəhəng bir kitabxanadır ya da ortaq bir yaddaş bankı. Yəni bir kampaniyada öyrənilən hər hansı bir məlumat avtomatik olaraq digər bütün kampanyalarında daha ağıllı olmasına kömək edir. Heç bir məlumat boşa getmir. Yaxşı, bütün bu texniki adlar Andromeda, Gem, Lattice, bəs real nəticə nədir? Baxın, bu sadəcə qəşəng adlar deyil. Rəqəmlər özləri danışır. Andromeda reklam keyfiyyətini 8%, Lattice və Gem isə konversiyaları, yəni satışları 6% və 5% artırır. Bunlar real ölçülə bilən nəticələrdir. Bütün bunlar bizi bir araya gətirib çox vacib bir nəticəyə çıxarır. Əgər bugün buradan tək bir şeyi yadda saxlamalı olsanız, o da məhz bu olmalıdır. Meta özü bu yeni fəlsəfəni mükəmməl bir şəkildə ifadə edib. Kreativ, yeni hədəfləmədir. Bəli, düz eşitdiniz. Bu cümlə əslində bütün paradigma dəyişikliyini izah edir. Baxın, əvvəllər nə inirdik? Bir dənə reklam hazırlayıb, saatlarla, bəlkə günlərlə onun üçün xırda, niş auditoriyalar axtarırdıq. İndi isə hər şey tərsinədir. Artıq çoxlu, fərqli, rəngarəng kreativlər hazırlayırıq və onları sadəcə bir, amma çox geniş auditoriyaya təqdim edirik. Qalan işi, yəni kimə nəyə göstərmək lazım olduğunu süni intellekt özü həll edir. Buradakı əsas möcüzə də budur. Süni intellekt sizin reklamınızın ruhunu, mənasını o qədər yaxşı başa düşür ki, sizin heç vaxt ağlınıza gətirməyəcəyiniz, hədəfləmə siyahınıza heç vaxt əlavə etməyəcəyiniz potensial müştəriləri tapıb reklamı onlara göstərir. Yaxşı, nəzəriyyəni anladıq. Bəs praktikada nə etməliyik? Gəlin indi bu yeni dövrdə qalib gəlmək üçün konkret addımlardan, yəni çeşidləndirmə təlimatından danışaq. Amma əvvəlcə çox vacib bir məqamı aydınlaşdıraq. Kreativ çeşidləndirmə nə demək deyil? Bu, eyni şəklin üzərində düymənin rəngini dəyişmək və ya başlığı biraz fərqli yazmaq deyil. Xeyr, alqoritm üçün bu eyni şeydir. Həqiqi çeşidləndirmə budur. Tamamilə fərqli konsepsiyalar, fərqli formatlar və fərqli mesajlar istifadə etmək. Məsələn, bir tərəfdə müştərinin çəkdiyi bir video, digər tərəfdə məhsulun necə işlədiyini göstərən bir demo, başqa birində bir influencer paylaşımı, bir başqasında isə endirim təklif edən sadə bir şəkil. Bax, budur əsl çeşidləndirmə. Meta özü bunun üçün çox sadə, amma çox güclü 3 addımlı bir proses təklif edir. Birincisi, hər həftə sistemə yeni kreativlər verin. Alqoritmi daim yeni qida ilə təmin edin. İkincisi, nəticələrə baxın. Hansı reklamlar işləyir, niyə işləyir, bunun üzərində düşünün. Üçüncüsü isə bu analizdən əldə etdiyiniz məlumatlarla tamamilə yeni, daha ağıllı reklamlar hazırlayın. Bu çeşidləndirməni daha da sistemli etmək üçün klassik marketinq kunisindən istifadə edə bilərsiniz. Məsələn, hələ sizi tanımayanlar üçün brend hekayənizi danışan reklamlar, sizi araşdıranlar üçün müştəri rəyləri və ya məhsul demoları və almağa hazır olanlar üçün isə əlbəttə ki, xüsusi endirim təklifləri. Beləcə, hər kəsə uyğun bir mesajınız olur. Yaxşı,
Gəldik ən vacib suallardan birinə. Bütün bu dəyişikliklər bir marketoloq, bir reklamçı olaraq sizin rolunuzu necə dəyişir? Gələcəkdə işimiz nədən ibarət olacaq? Əslində hər şey öz köklərinə qayıdır. Artıq bizim əsas işimiz texniki düymələri basmaq, hədəfləməni incə-incə ayarlamaq deyil. Bizim əsas işimiz yenidən marketinqin özü olur. Müştəri psixologiyasını anlamaq, doğru mesajı tapmaq və ən əsası yaradıcı olmaq. Unutmayın, bu yeni sünni intellekt sistemləri bizdən 10.000 qat daha mürəkkəb analizlər apara bilir. Bu o deməkdir ki, sizin ən cəsarətli, ən kreativ ideyalarınızı belə götürüb, onu ən doğru insana çatdırmaq və nəticələrini ölçmək üçün inanılmaz bir gücə sahibdir. Və beləliklə söhbətimizi yekunlaşdırırıq. Texnologiya artıq buradadır. Süni intellekt hazırdır və işləyir. İndi əsas sual budur. Sizin kreativliyiniz buna hazırdırmı? Çünki yeni dövrdə qalib gələn ən yaxşı hədəfləməni tapan yox, ən yaxşı ideyanı ortaya qoyan olacaq.